Əli ibn Əbi Talib haqqında Peyğəmbərin hədisləri ilə bərabər Allahın kitabı olan Quran-ı Kərimdə də yüzlərlə ayə var. Bəzi müfəssirlər buyururlar ki, Quran-ı Kərimin 300-dən çox ayəsi sırf Əli ibn Əbi Talib haqqında nazil olub. Ən məşhur ayələri desək çox çəkər. Amma bildiyimiz kimi Allah Təbarəkə Teala Maidə surəsində İmam Əli əleyhissalamın imamlığını bizə tanıtdırmaq üçün buyurur ki, sizin Mövlavız yalnız Allah, onun Rəsulu və namaz halında zəkat verən şəxsdir. Əli əleyhissalamı Allah Təbarəkə Teala bizlərə Mövla kimi, imam kimi, rəhbər kimi tanıtdırmışdır. Allah Təbarəkə Teala bizi dünyada Əli ibn Əbi Talibin ziyarətindən, axirətdə isə şəfaətindən binəsib eləməsin. Əli Mevla, Əli Mevla, Əli Mevla, Əli Mevla, Əli Mevla.